Məcnunu atası əlindən tutur, aparır Kəbəyə. Görür, ağlı azaldı da bu. Qeysin ağlı azalıb. Dəli olub da, buna deyirlər Məcnun. Bunu aparır Kəbəyə. Deyir, gedək Allahın evində dua eləyək. Kəbə evində həcdə milyonlar insan dua edir. Bəzi insanların duası ziddiyyət təşkil edir. Bu bir misal. İkisi də gedirlər Kəbə evinə. Biri Kəbənin o toyunda durur divarın, biri bu toyunda. Biri o toyunda durur Kəbənin pərdəsindən yapışır, atası deyir Allah, 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 Allah. Səni and verirəm bu Kəbə evinə. Məcnunun ürəyindən Leylinin məhəbbətini çıxardı. Bu dəli olur. O tərəfdən də Məcnun tutub Kəbənin pərdəsindən deyir Allah, 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 Allah. Səni and verirəm bu Kəbə evinə. Leylinin məhəbbətini qəlbimdə daşdır, məni yerdən geçsən elə. İkisi də dua edir, ziddiyyətdir. Bu dua ziddiyyətdir. Biri bunun əleyhinə istəyir, biri leyhinə istəyir. Bir də post var. 100 adam o post üçün dua eləyir Allahdan. Deyir, mən o posta cəhdi nəzr eləyir. 100 adam nəzr eləyir. 100 də gələ bilməz ki, ora bir nəfər gəlməlidir. Və görürsən, bəzi vaxt dualarda ziddiyyət var. Belə deyil ki, Allah sənin duanı qəbul eləmir. Məsləhət var. Hikmət var. Bəzi mənim özümə qayıdır, öz səhvimdir. Bəziləri imtihandır, bilmək olmur. Allahdan nə istəmək lazımdır, bilirsinizmi? Allahdan istəmək lazımdır. Pərverdigar aləm bu hikmətini mənə görsət. Və bu ayə bizim qəlbimizə sərinlik bəxş eləyir. Bilirəm, çətindir, çox çətindir. Müşkülə düşəsən, problemə düşəsən, duan gec qəbul ola çətindir. İnsan ürəyi çırpınır. Bir də ürəyi çırpınanda, bax, bizdən yuxarı Allahın ən əziz peyğəmbərləri, belə deyil ki, bu bircə bizdəndir. Yox, Allah böyük imtihanlar eləyib böyük peyğəmbərlərlə. Bizim imtihanlarımız imtihan deyil ki, onların imtihanı qabağın. Vallahi. Əyyub 7 il səbr elədi. Əyyuba gələn tufanlar bizə gəlsəydi, biz ya ölmüşdük, ya dindən çıxmışdıq, ya kafir olmuşduq, ya özümüzü asmışdıq. Həzrət Əyyuba gələn bəla özü də davamlı idi, mutamadi, davamlı. 7 il ardı amanı kəsilmədən özü də elə-belə bəlalarda ölüydü. Axırda abrı getdi. Evlatları getdi, malı getdi, mülkü getdi, yoldaşı getdi, hər nə bu dünyada əlində var, hamısı getdi, düşdü bir daxmaya. Nəfəsi az qalıb, bir də nəfəs qalmışdı, canına xəstəlik düşmüşdü. Yerində çabalayırdı. Amma şükür, heç vaxt Allaha cilayə eləmədi. 7 il davamlı. Bizimki nə? Bizdə bir xırda bəla üz verəndə, biraz həyat bizi silkələyəndə küsürük. Birinci, Allahın bəndələrindən küsürük. Halımı soruşan olmadı. Zivində pulum varmı deyən olmadı. Xəstələndim, bir ay yatdım, qapımı döyən olmadı. Bu getdi. İkincisi də küsür Allahdan. Və mən gözəl insan idim, və mən məscidə gəlirdim, və mən İmam Hüseynin matəmində xidmət eləyirdim, nə eləyirdim. Başlayır minnət. Bütün gördüyü işlərin hamısında xarab eli zayir. İstəyir, biraz bax Allahın əziz peyğəmbərlərinə. Gör, Allah onlardan imtihan elədi. Həzrəti Yaqubdan elə imtihan elədi ki, nə? Yusifə o qədər məhəbbəti var idi. Bax, bu dünyanın bəlası budur da. İnsan bir yerə yetişəndə ki, nə? Ən sevincli halət bu dünyada insana baş verəndə bir də müsibət gəlir. Onun şirinliyini altın üstünə çörür. Allah Teala Yaquba bir evlat verdi. Evlatları çox idi. 12 dənə evlat var. Biri də Yusif idi. Yusifi o qədər sevdirdi ki, Yaquba. Yaqub Yusifi görəndə ürəyi əsirdi. O biri evlatlar qısqandılar Yaquba. Dedilər, bu nə Yusifi bu qədər sevir? O sevincin içərisində Allah Teala Yusifi bunun əlindən aldı. Yusifi əlindən aldı, bəliyə saldı Yaqubu. Quranda ayə var, deyir, Yaqub peyğəmbər o qədər ağladı Yusifin fərağətində ki, gözləri kör oldu.